Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamız 3.9 velosipedlə hərəkət qadağandır nişanına həsr edilib. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 3.9 velosipedlə hərəkət qadağandır nişanı müvafiq yol sahəsində və ya ərazidə velosipedlə və ya velosipedə bərabər tutulan qeyri-mexaniki nəqliyyat vasitələri ilə, yəni kiçik elektrik nəqliyyat vasitələri ilə, skuterlərlə, mopedlərlə hərəkəti qadağan edir. 3.9 nişanı həmin yol sahəsinə və ya əraziyə bütün girişlər qarşısında quraşdırılmalıdır. 3.9 velosipedlə hərəkət qadağandır nişanının təsir sahəsində velosipedi və ya mopedi əllə, yəni itələyərək, dartaraq və s. aparmaq qadağan edilmir. 3.9 nişanı ilə hərəkətin qadağan edildiyi yola yanlardan, yəni sağa və ya sola dönərək daxil olma yerləri qarşısında 3.9 nişanı müvafiq olaraq 7.3.1, 7.3.2 və ya 7.3.3 qüvvədə olma istiqaməti lövhəciklərlə birlikdə quraşdırılmalıdır. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Bilirsiniz ki, Azparking mobil tətbiqinin funksionallıqları çoxdur və ümumiyyətlə parkingdən istifadə etmə qaydalarında bazar günləri parklanma tamamilə ödənişsizdir. Həftənin digər günlərində isə axşam saat 10-dan səhər saat 7-yə qədər parklanma üçün ödəniş tələb olunmur. Sadəcə həmin müddətlərdə belə məntəqələrin doluluq vəziyyətinin düzgün görünməsi üçün vaxt açmağınız tövsiyə olunur. Azparking tətbiqində bir çox üstünlüklər var. Onlardan biri də artıq gedəcəyiniz yerə tətbiqin xəritə bölməsindən istifadə edərək rahat çata bilərsiniz. Xəritə bölməsində o ünvanlar, park yerləri, onların doluluq səviyyəsi və s. görmək imkanınız var.